Selamun Aleyküm. Bura Bəbus-Sələmdir. Bəbus-Sələm. Cəbrayıl Sələm girdiyi qapı. Buradan girib salam və Peyğəmbərimin yanına gələrdik. İndi məscidə giririk və gedib inşallah Peyğəmbərimiz s.ə.və salam verəcək. Bax, bura inşallah gedirik Peyğəmbərimiz s.ə.v-in qəbri olan yerdə. Öz evində dəfn olunub. Orada salam verəcək Peyğəmbərimiz s.ə.və. Bax. Elhamdülillah. İndi gedirik Peyğəmbərimiz s.ə.v salam verir. Peyğəmbərimizin bu ortadadır bax. Burada desən ki, Esselamu Aleyke ya Resulallah, Esselamu Aleyke ya Ebu Bakir, Esselamu Aleyke ya Ömer ibn Xattab. Peyğəmbərimiz s.ə.v və dostu Ebu Bakir və dostu Ömer, üçü də burada yan-yana Peyğəmbərimiz evində dəfn olunur. Selamun Aleyküm, gözəl dinləyicilərimiz. Hamımıza duaçıyam, Peyğəmbərimiz s.ə.v içindəyik. Bura Allah hər kəsə nəsib eyləsin gəlməyi. Nə gözəl məscidlərə götürmək Peyğəmbərimiz s.ə.v məscidi. Selamun Aleyküm, baxın. Peyğəmbərimiz s.ə.v məscididir. Bucağı bilindir maşallah. Allah sizlərə də gəlməyi nəsib eyləsin. O gözəl məsciddə namaz qılasınız. Peyğəmbərimiz s.ə.v məscidi. Məscidin bir tərəfidir.